Herkese salam əziz abituriyentlər. Bugün mən sizə Make-up Story-yə aid bir nümunə izah edəcəm. Və onu da qeyd edeyim ki, mən WhatsApp nömrəmi yerləşdirmişəm kanala və mənə yazan uşaqlar olur. Yay qruplarına qeydiyyat hələ də davam edir. Həmçinin yeni tədris ilinə, yəqin ki, dərslər avqustun sonu ya sentyabrın əvvəl kimi başlayacaq. Hələ ki, onun vaxtını dəqiq təyin etməmişəm. Ətraflı məlumat üçün kanala yerləşdirdiyim, nömrəmdən WhatsAppdan mənə yazıb əlaqə saxlaya bilərsiniz. Bilirsiniz ki, bu il 9-cu siniflərin buraxılış imtahanına məhz Make-up Story düşmüşdü. Yəni şəklə əsasən hekayə qurmaq və düşünülür ki, 11-lərə də düşə bilər. Hələ ki, bu dəqiq deyil. Sadəcə bir ehtimaldır. Amma 9-larda, bu yenə də olacaq. Yeni bir qərarlar çıxmasa, DİM-in yeni qərarları çıxmasa. Deməli, nə yazılıb? Writing 1. Look at the pictures and make-up story consisting of at least 35 words. Deyir, şəkillərə baxın və at least nə deməkdir? Ən az. Ən az 35 sözdən ibarət hekayə qurun. Ümumiyyətlə, çox uşaq bunu describe the picture, yəni şəkil təsvir etlə bunu səhv salır. Şəkil təsvir eləyəndə adətən biz cümlələri həmin an üçün, yəni indiki davam edici zamanda qura bilərik. Amma hekayə qur deyəndə isə keçmiş zamanda qurmaq sizin işinizi daha da asanlaşdırır. Yəni keçmiş zamanda qurmaq lazımdır hekayələri. Çünki adi biz hekayə oxuyarkən belə görürük ki, onlar zamanlar keçmiş zamandadır. Ona görə feillər vezin zamanına xüsusi diqqət eləməlisiniz ki, adətən uşaqların səhvi bunda çıxır. Yəni ya keçmiş zaman istifadə edir, ya indiki zaman istifadə edir. Yəni bütün feillər vizi keçmiş zamanda istifadə etməlisiniz və ilk olaraq giriş verməlisiniz. Sonra əsası hissə, sonra da sonluq. Və söz sayına da fikir vermək lazımdır. Deməli, burada nə görürük? Görürük ki, bir oğlandır, çayın qırağında balıq tutur. Sonra balığını tutub gedir evə. Anası da onun üçün nəsə bişirir. Deməli, birinci giriş verək ki, mən klaviaturamı ingiliscə qoymuşam ki, vaxt itməsin, sözlər sürətli gəlsin. Deməli, onda deyə bilərik ki, məsələn, gözəl bir bazar günü idi, gözəl bir gün idi. Məsələn, günəşli bir gün idi. It was a sunny day. It was a beautiful day. Məsələn, bu güya bazar günü olsa. It was a beautiful Sunday. Yaza bilərik bunları. Görürsünüz, keçmiş zamanda yazıram. It was a beautiful Sunday. Hətta görürsünüz, bu gün ortada biraz daha da genişləndirim. Sunday olsun, afternoon. Oldu. It was a beautiful Sunday afternoon. Sonra bu uşağa ad verək. Olsun Əli. Bu əgər balıq tutubsa, anası da onun üçün pişiribsə, deməli bu uşaq acıdır da. Deyə bilərik ki, Ali was acıydı. Necə deyəcək? Çox acıydı. Ali was very hungry. Əli çox acıydı. Və o deyək ki, anasından istəyib ki, hər ac adam gedib balıq tutmur ki, yəqin ki, bunların evlərində həmin an üçün nəsə olmayıbdır da. Olsun ki, soruşdu anasından ki, məsələn, nəsə hazırlasın onun üçün. Soruşmaq nə deməkdir? Müraciət etmək asked və bilirik ki, asked feili sözünün istəmirdə birbaşa tamamlıq gəlir. He asked his mother. Hazırlasın. Feilimizdə to'muz olacaq. He asked his mother. Hazırlasın. To make. Məsələn, nahar hazırlasın. Dinner. Onun üçün. For him. For him. Sonra. Olsun ki, amma evdə heç nə yox idi. But. Heç nə yox idi. Haradasa nəsə var, nədir? Zeradır. Yox idini biz əgər nothing-dən versək, onda inkara ehtiyac yoxdur da, bir cümlədə inkar olmur. But there was nothing at home. Ya da heç nə qalmamışdı kimi demək istəyiriksə, deyə bilərik ki, onda there was nothing left at home. Mən də bunu belə yazıram, siz fərqli cür yaza bilərsiniz. Evdə heç nə yox idi.
But there was nothing at home deyə bilərsiniz. Məsələn, evdə nəsə yox idi, belə deyə bilərik. But there was not anything. Anything də bilirik ki, nəsə deməkdir inkar cümlədə. Belə də yaza bilərsiniz ki, but there was not anything left at home ya da but there was not anything at home. Evdə nəsə yox idi. Aydındır, ola bilər belə. Yəni fərqli cürə də yaza bilərsiniz. Mən sadəcə ideya kimi sizə bunu verirəm ki, yəni necə yazırıq. Olsun ki, sonra bağlayıcı ilə cümləmi genişləndirim. So, ona görə də məsələn o qərara gəldi ki, balıq tutsun. So, Ali qərara gəlmək nədir uşaqlar? Decided. Görürsünüz, fe'lərimi keçmiş zamanda verirəm. Ali decided balığa getsin. To go, balığa getmək. Fishing. O qərara getdi ki, balığa getsin, balıq tutsun və deyək ki, o hara getdi? Görürük ki, getdi çayın qırağına. He getdi, went, go, went fe'l özünə sonra istəyir, to istəyir. He went to the. Burada bax görürsünüz, yəni artıq bilinən bir yerdir deyə, keçmiş zamandadır deyə Z artiklı verir, müəyyənli artiklı. Çünki artıq görünür də bu hara gedibdir. The riverside, seaside dəniz ətrafıdır, riverside çay ətrafıdır. Yəni çayın qırağına getdi. Neynədir indi o? Balıq tutur. Tilovunu atmaq. Atmaq nədir? Throw, keçmişi olacaq throw. O atdı. Uşaqlar, tilov fishing roddur. His fishing rod. Tilovunu atdı. Aha. And və tilovunu atıb biraz gözlədi də. Gözləmək nədir? Waited. Bir müddət. Bir müddət nədir? For a while. For a while. Tilovunu atdı və bir müddət neynədi? Gözlədi. Sonra deyək ki, məsələn, təxminən 15 dəqiqə sonra, məsələn, Əli böyük bir balıq tutdu, deyə bilərik. Təxminən about bir həm haqqında barəsində, başqa söz gəldi. Həm haqqında barəsində deməkdir, həm təxminən deməkdir. Məsələn, about olsun 15 minutes later. Təxminən 15 dəqiqə sonra. Siz deyə bilərsiniz ki, some minutes later da deyə bilərsiniz. O sizə qalıbdır. Əsas yəni cümləni, hekayəni düzgün şəkildə qurmaq, yəni qrammatik qaydalara əməl etmək, söz zənginliyinə əməl etmək lazımdır. Məsələn, siz iki cümlə əvvəl beautiful sözünü istifadə eləmişsinizsə, indi həmin o sözü iki cümlə sonra artıq onu sinonim ilə əvəz eləməyə çalışın ki, görsün ki, həqiqətən də sizin söz ehtiyatınız yəni genişdir. Eyni sözləri yəni dəfələrlə yəni işlətmək sizin balınıza, yəni meyarlara uyğun olmaya bilər. Ona görə çalışın ki, yəni eyni sözdən dəfələrlə istifadə etməyəsiniz. Deməli, about 15 minutes later, Ali, tutmaq nədir? Catch, onun da keçmişi nədir? Caught-dur. Nə tutdu? Böyük bir balıq tutdu da. A big fish. Aha. Sonra məsələn, deyək ki, o çox məmnun oldu. Olmaq nədir? Become, keçmişi became. He became. Məmnun nədir uşaqlar? Delighted da ola bilər, pleased da ola bilər, pleased. Mən pleased-dən verim. He became very pleased. Delighted da deyə bilərik. Sonra o çox məmnun oldu və balığı evə apardı. He, aparmaq nədir? Take, take'in keçmişi took. He took, artıq balıq bilir hansı balıqdır. Onun qabağına Z artiklı verir müəyyənli. He took the fish home. Bilir ki, ev sözünü qəbul etmir. Ət istisnadır. He took the fish home. O balığı evə apardı. Sonra nə oldu? Onun anası balığı bişirdi. Bu kişi necə yazmalıyım? Oğlan idi. His mother cooked, pişirmək.
Balığı adətən biz qızardırıq, bu qadın qazanda qarışdırır. Heç yeməmişəm, yəqin ki, bu balıq supu bişirir bu qadın. His mother cooked olsun balıq supu bişirdi. Fish soup. Bilmirəm nə dərəcədə dadlıdır. Kim üçün? Əli üçün ya da ki, oğlu üçün də deyə bilərik. For Ali ola da bilər. Ya da for his son da ola bilər. Oğlu üçün belə də yaza bilərsiniz. Və sonra nə oldu? Onlar bir yerdə olsun, nahar elədilər. They nahar etmək nədir? Have dinə. Sadəcə keçmişdə verirdi, hadlə deyəcəyik. They had dinə birlikdə together. Bu qədər uşaqlar. Baxa görə bu neçə söz oldu. Ən az 35 söz yazmalıydıq və 35 sözü bu keçibdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33. Görürsünüz, hələ ki, mən yarısına çatmamışam. Bu artıq demək olar ki, keçibdir. Ümumiyyətlə, söz onsuz da cümlə qurmaq qabiliyyətinizi çalışmalısınız, yəni inkişaf elətdirməlisiniz. Belə söz sayına fikir verməyin. Onsuz da elə 5 cümlə, bir cümlənin içində 5 söz olanda elə 5 cümlə qursanız elə 25 söz eləyir. Və bilirsiniz ki, yəni burada artikellar da sayılır. Yəni, ona görə narahat olmayın. Sadəcə önəmli olan söz ehtiyatınızı artırmaqdır. Cümləni düzgün şəkildə qurmalısınız və giriş, ana hissə, əsas hissə və sonluğa da diqqət eləməlisiniz. Yəni, elə bir çətin bir şey deyil. Hər dəfə bunu özünüzdə praktis eləyərək özünüzü inkişaf elətdirə bilərsiniz. Ümid edirəm ki, videom sizin üçün faydalı oldu. Yəni, mənə dəstək üçün kanalıma abunə olmağı və videoya like atmağı unutmayın. Sağ olun uşaqlar.